Çox şagird bu tipli sualları həll edərkən səhvə yol verir. Əgər sən də səhv edirsənsə, diqqətlə qulaq as. Əziz şagirdlər, biz bugün sizinlə yiyəlik halı ilə bağlı test nümunələrinə baxacağıq və nəzərinizə çatdırım ki, bu test nümunələri Dövlət İmtahan Mərkəzinin test toplusunun suallarıdır. Birinci sualdan başlayaq. Birinci sualda Mike apostrof S var və bu apostrof S-dən sonra ismin gəlməməyi şagirdlərdə çaşqınlığa yol verir və bu test nümunəsi doğrudur. Ona görə doğrudur ki, birinci cümlədəki my notes sözü ikinci cümlədə ixtisar olunubdur, təkrara yol verməmək üçün. As I had forgotten my notes at home, I had to ask for Mike's. Mən qeydlərimi evdə unutduğuma görə Mike'ın notlarını istəməli oldum. Yəni burada not sözü ixtisar olunubdur. Belə hal mümkündür, ona görə bu test nümunəsi doğrudur. İkinci testə baxaq. İkinci testdə normalda biz bilirik ki, sadalanan isimlərdən sonra, yəni Ben və Tom ismindən sonra, onlardan sonraki söz tək olarsa sonuncuya, bədən üzvü olarsa, dəm olarsa hər ikisini artırılır, xarakter olarsa hər ikisini artırılır. Və buradakı fault sözü olduğu halda bu doğrudur. Çünki either or, neither nor birləşməsi olanda onlardan sonraki gələn sözün fərqi yoxdur. Cəm və ya tək olması hər ikisini artırmaq deməkdir. İkisindən biri, ikisindən heç biri bu cür tərcümə olunur. Üçüncü test nümunəsinə baxaq. Üçüncü test nümunəsində belə bir qayda demək istəyirəm sizə ki, apostrof S-dən sonra ing-li söz gələrsə, ing cəmlənibsə bu artıq isimdir. Bu yəli kimi götürülür. Yəni apostrof S-dən sonra ing-li söz gəlibsə və ing cəmlənibsə bu artıq isimin xüsusiyyətidir. Yəlik haldan sonra isim gələndə biz bilirik ki, bu yəlik haldır. Və dördüncü test ona bənzərdir. Apostrof S-dən sonra ing gəlir və bu cür test nümunələrinin tapılmasında bilirik ki, bunlardan sonra əgər bir xəbər gəlibsə bu yəlik haldır. Yəni biz qaydamız budur ki, yəlik haldan sonra isim gəlməlidir. ing ilə bitən sözlər həm sifət olur, həm feil olur, həm isim olur. Onları qarışdırmamaq üçün onlardan sonraki söz feil olarsa o yəlik olur. Yəni burada Helen is coming deyil. Helen's coming, Helenin gəlişi surprised me, məni təəccübləndirdi. Surprised olduğu üçün. Və eyni ilə bunu vermişik ki, 5-cini çaşdırmamaq üçün. Bax burada dedik ki, apostrof S-dən sonra ikinci bir feil, yəni ing gələrsə, ondan sonra ikinci bir feil, yəni başqa bir feil varsa, o yəlik olurdu. Başqa bir feil olmasa yəlik olmurdu. O izin qısalmış olurdu. My teacher is explaining the lesson. Mənim müəllimim dərsi izah edir. Bu ing-nin yuxarıdakı coming-dən fərqi oldu ki, bundan sonra surprised oldu. Bu yəlik oldu, amma bu yəlik olmadı. Çünki digər bir feil yoxdur ing-li sözdən sonra. Əgər belə asan izahları daha çox görmək istəyirsinizsə, kanalımıza abunə olun. Şərh bölməsinə sizi maraqlandıran sualları yazmağı unutmayın.